Gelsin gelsin babalarım gelsin. Geçen gün gelsin. Ama şimdi ya bu sabah ya bu sabah. Ama daha da. Sen bu sabah ya bu sabah. Kafanıza da var, size de var. Bugün fərəhli, gözəl bir gündür. Kanal 13 YouTube kanalının rəhbəri Əziz Orucov bugün azadlığa çıxdı. Ona kəsilən cəzanı tam günə-gün həbsxanada oturdu. Bugün nəhayət ailəsinə qovuşdu. Əlbəttə ki, bu cinayət falan eləməmişdi, amma xalqımızın, daha doğrusu hakimiyyətimizin ənənəsinə uyğun olaraq onu şərləyib tutmuşdular. Bugün azadlıqdadır, şükür. Baxıram, hamı sevinir, yəni siyasətlə maraqlananlar, hamı fərəhlənir. O ailəyə göz aydınlığı verir, bir-birinə göz aydınlığı verir. Gözəl bir gündür, pozitiv bir gündür. Hər səhəri belə xəbərlə açmaq insana zövq verir. Təbrik edirəm Əziz Orucovu, Anar Orucovu. Bunların bir gözəl savadlı, özləri də savadlıdır. Anası çox gözəl savadlı xanımdır. Biz bu dəqiqə sizə göstərərəm. Birbaşa Ədliyyə Nazirinin yanından məlumatı göndərərəm, göstərə bilərəm belə sizə. Mən düz 15 gün, 20 gün bundan qabaq məlumat aldım ki, Əziz Orucovu buraxacaqlar. Amma mən onu efirdə desəydim, buraxmayacaqdılar. Mən onu efirdə demədim, çünki Əziz Orucovu mən həqiqi çox istəyirəm. Onun qardaşı Anarı da çox istəyirəm, özümü də çox istəyirəm. Allah Teala sağ əli bütün siyasi məhbusların başına olsun. Deməyin ki, İlham Əliyev əfv elədi, İlham Əliyev neynədi, deməyin. Sadəcə adamın vaxtı bitirdi, adamın vaxtı bitirdi. Mən də azad olacaq deyə mən səsimi kəsdim. Yəni İlhamın yadından çıxsın. Çünki bütün siyasi məhbusların çıxarılmasına və içəri salınmasına və çıxarılmasına İlham Əliyev qərar verir. Bunu efirdə desəm, sırası yuxarının yadına düşəcək, Əziz Orucova artıracaqlar, bəhanə eləyib artıracaqlar. Günə-gün yatdı, günahsız yatdı. 2 il civarında yatırdılar da, 2 illə nə qədər. Günə-gün yatdı, günahsız yatdı. Əlbəttə ki, Əziz Orucov azad olsun deyə Kanal 13-ün fəaliyyəti çox zəiflədi, mən hiss edirəm. Ancaq Ukrayna xəbərləri paylaşdılar. Azad olsun deyə çox şey eləmədilər. İnşallah yəqin fəaliyyətdə aktivlik olar, şərləməsinlər türmədə, yeni cinayətin üstə cinayət qoyulmasın deyə Kanal 13 fəaliyyətini zəiflətmişdi. Amma indi inşallah yaxşı olar. Anar Orucov, Əziz Orucov elə bir vətən evlatlarıdır ki, bunların hər ikisi, kim prezident olur olsun, hər ikisinin zəkasına, savadına, bacarığına Azərbaycan xalqının ehtiyacı var. Ölkəmizin ehtiyacı var, dəyərli vətənləri. Gidelim mi? Kime şafar yanına? Bunların yanına. Tam yetişecek. Ben bu işler var. Onlar ondan bulanırlar. Yadınızdadır mı Əziz Orucovu tutanda, həbs eləyəndə uşaqlar necə ağlaşırdı? Necə bu uşaqlar ağlaşa, uşaqları ağlada, necə bu günahsız bunu tutdular, həbs elədilər, yadınızdadır mı? Uşaq əlini buraxmırdı Əziz Orucovun, yadınızdadır mı? İnanın Allaha deyirəm, zərrə qədər günahı olmayan adama, günahı olan adam doğma qardaşın da olsa, evladın da olsa, əzizin də olsa, günahı olan adam bilirsən nədir? Deyir, günahın var, cinayətin var, cəzasını çək. Çəkməlisən uğraş cəzasını. İstəyir müxalifətçi olsun, istəyir iqtidar olsun, istəyir də heç kim, sadə vətəndaş olsun. Amma günahsız insanın həbs edilməsi, adamı, özünü də, yaxınlarını da, o milləti də üzən, paramparça eləyən bir haldır. Dəyərli vətəndaşlar. İlham Əliyev Allah lənət eləsin. Günahsız gör nə qədər adamlar həbsxanadadır. 400-dən çox siyasi məhbusu qoyun qırağa. Hələ Avropanın tanımadığı, hansısa bir məktəb direktorundan, hansısa bir müdürlə, sənin prezidentinin arvadını belliyim. Nazirlər öldürmüş. Uşağım məktəbə gedəmir. Bu sözləri deyib, heç kimi bilmədiyi nə qədər adam içəridə yatır, bilirsiniz mi? Minlərlə adam içəridə yatır. Təkcə şiəlik qorxusundan, şiələrin qorxusundan 4000 adam günahsız türmədə yatır. Şiəlik qorxusundan. Şiələr elə belə deyil, şiələr zalimə qarşı daimi mübarizə aparan bir təriqətdir. Ona görə dostlar, Allah lənət eləsin. Ananın...